Efeslərə məktub. 3-cü fəsil. Paula vəhy vasitəsilə bildirilən sir. Mən, Paul, siz başqa millətlərdən olanlar uğrunda Məsih İsa'nın məhbusuyam. Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi. Yazdıqlarımı oxuyanda, Məsihin bu sirrini necə dərk elədiyimi anlaya bilərsiniz. Bu sir əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndi isə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə ruh vasitəsilə açılmışdı. Sir budur ki, başqa millətlər də müjdə vasitəsilə Məsih İsa'da eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir. Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi. Buna əsasən müjdəni yaymaq üçün xidmətçi oldum. Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı müjdəni millətlərə yayım. Və hər şey yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edeyim. Belə ki, Allahın çox cəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin. Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik. Buna görə xahiş eləyirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötürü ruhdan düşməyin. Bu sizə izzət gətirir. Məsihin məhəbbətini dərk eləmək. Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən atanın qarşısında diz çökürəm ki, o, izzətinin zənginliyinə görə öz ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız. Belə ki, bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk eləməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını eləməyə qadir olan Allaha imanlar cəmiyyətində və Məsih İsa'da izzət bütün nəsillər boyunca əbədi olsun. Amin.